bir nəfərdən, bir nəfər mənə bir iş görüb mənə qarşı, mən də ona o işi görsəm ədalətdir, bağışlasam nədir? Rəhmətdir. Yəni, rəhmət həmişə ədalətdə, o ehsandır da, rəhmət ehsandır, ədalətsə qanundur. Sən indi istəyirsən, Allah sənə ədalətlə rəftar eləsin, Allah. Ədalətlə rəftar eləsin, bizim üçün orada işimiz ağır olacaq. Ədalətlə rəftar. Sən istəyirsən, Allah sənə rəhmətlə davransın. Sən də insanlarla rəhmətlə davran. Ki, onu alasan. O rəhməti alasan Allah'tan. O ədalətlə, buyurdu ədalət. Adam var o ədalətlə barışmır. O 2 manata, 10 manatlıq şeyi 2 manata satır. 2 manata satıldın, 2 manata da aldın. Sonra gedir başlayır, deyir ki, məsəlsin, filan kəs düzgün adamdır. Niyə? 10 manatlıq şeyi 2 manata aldı. Güclə aldı əlindən, sən satıldın da. Bu da düzgündür, onu qınamaq. Ədalətlə iş görəni qınamazlar. Allah Teala insanlara deyir ki, insanlarla ədalətlə davranın. Yəni, düzgün.